Elə bir qorxulu şərait yaradıblar ki, sən nəsə səsivi çıxartsan, səni işdən çıxardacağıq. Səs yazma cihazları qoyulmuş həkimlərin otaqlarına. Bunlar sizdə də var idimi sizin otağınızda və yaxud da ki, şahidi olmuşdunuzmu? Baş həkim, direktor, maliyyə müdürü, hamısı bu bəli, hamısı bu məsələnin içində. Sığortanın müdürü məhkəməyə yanlış sənədlər təqdim edirlər. Güya Mərziyə xanım aşırı dərəcədə bonuslar alıb. Əmək haqqım 1076 manat yazılmışdı orada sənəddə. Faktiki isə mənim müqaviləmdə elə bir rəqəm yox idi. Nə qədər mənimsənilib? Təxmini mənim hesablanmama görə 20 mindən çoxdur. Ad sertifikatı olan həkimin adına vurulurdu xəstə. Sonra isə yönləndirirlər daxildə başqa həkimə. Bəsdir artıq biz qanun da var, işləmir amma qanun. İşləmir qanun. Üçlü, dördlü səhiyyə sistemi var. Salam, xoş gördük sizi dəyərli tamaşaçılar. Bugün Həkim Postunun qonağı nevroloq Mərziyə Məmmədovadır. Onunla tibb haqqında, ümumiyyətlə təbib haqqında, səhiyyə haqqında danışacağıq və onu da xatırladım ki, Mərziyə xanım, biz sizi Covid dövründən əvvəla xoş gəlmisiniz. Covid dövründən məşhur nevroloq kimi, Səhiyyə Nazirinin ekspert, mütəxəssis eksperti kimi tanımışıq və başınıza bəzi olaylar gəldi. İndi o olayları da danışaq, tamaşaçılarla bölüşək ilk olaraq. Siz çalışmağa başladınız bərpa mərkəzində. Daha sonra nələr oldu? Oranın direktoru, baş həkimi dəyişəndən sonra. Təşəkkür edirəm dəvətiniz üçün. Bəli, 22 ildir artıq eyni müəssisədə çalışırdım. Ötən ilin iyul ayına kimi. Elmi tədqiqat? Bəli, elmi tədqiqat tibbi bərpa institutuna və xatırlatmaq istəyirəm ki, mən ora hörmətli deməli birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətimdən sonra məni ora yönəldiblər. Yəni göndərişlə məni göndəriblər. Bir mötərizə açaq burada ki, tamaşaçılara da aydın olsun. Siz normal şəkildə işləməyə başlamışdınız və işləyirdiniz ta ki, direktor, baş həkim dəyişənə qədər və nəticə etibarilə hal-hazırda həmin mərkəzdən töhmət və 70C maddəsi ilə kənarlaşdırıldınız. Bu təbii ki, bir həkim üçün yaxşı bir şey deyil, onun təcrübəsi üçün, karyerası üçün. Yəni bu necə baş verdi, ümumiyyətlə hadisələr necə cərəyan elədi? Hazırda da 2023-cü ildən bəri mən hazırki Səhiyyə Nazirimiz Teymur Musayevin əmri ilə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti vəzifəsindəyəm. Bu ictimai bir vəzifədir və o əmrdə də bizim səlahiyyətlərimiz, təlimatlar, yəni hansı hüquqlarımız var, vəzifələrimiz var, geniş qeyd olunub və Səhiyyə Nazirliyinin ekspertini birdən-birə yeni rəhbərlik gəlib gülünc bir maddə ilə yox da gülünc bir səbəblə işinə xitam verir. Deməli, biz ilk növbədə 24-cü ildən bu təqiblər başlandı. İlk öncə mən öz müdafiəmə hazırlaşdığım üçün, yəni doktor müdafiəmə hazırlaşdığım üçün heç fikir vermirdim belə bir şeylərə. Yəni sırf böyük elmi işçi vəzifəsində idim və eyni anda da olurdu ki, həkim funksiyalarını da icra eləyirdik. Amma biz mən necə izah edeyim sizə, mən əmək mütəxəssisi deyiləm və yaxud əmək müfəttişi deyiləm ki, mən bütün əmək məcəlləsindəki bütün punktları, qanunları əzbərdən bilim və yaxud onların və insan resursları şöbəsinin müdürü də deyiləm ki, əzbərdən bilim. Biz düşünürdük ki, bizim hüquqlarımız müdafiə olunur, bizdə institutumuzun özünün əsasnaməsi var, hətta kollektiv saziş var, yəni ümumi belə deyək, əmək məcəlləsindən savayı da bizim kollektiv sazişimiz var və o kollektiv sazişinin içində də bəzi bizim imtiyazlı güzəştlərimiz qeyd olunub. Və o qüvvədə idi və biz də düşünürdük ki, əvvəlki vaxtlar kimi, yəni əvvəlki rəhbərliyin bizə elədiyi şəraiti, yaratdığı şərait kimi indi də bu cürlə biz gəlib deyəcəyik sözümüzü və həll olunacaq məsələ. Hansı imtiyazları nəzərdə tutursunuz? Bizim Həmkarlar İttifaqının komitəsinin, yerli komitəsinin öz hüquqları var. Yəni o həmkarların üzvü olan işçilər, onların bəzi güzəştləri var. Məsələn, hansısa imtiyazlar, məsələn mən zərərli iş şəraitində işləyirdim. Mən
dediyim kimi neyrofizioloji laboratoru biz tokla, maqnit sahəsi ilə çalışırdıq, cərəyanla çalışırdıq və o zərərli iş olduğu üçün bizə 15% deməli zərərli işə görə əlavələr təyin edilmişdi və sair. Bunun kimi bir çox güzəştlər var. O kollektiv saziş də məndə var, yəni orada hamısı qeyd olunub. Və yeni direktor gəldi sizin bərpa mərkəzinə, Mətanət Əfəndiyeva. O gələndən sonra hansı dəyişikliklər oldu? Necə oldu ki, siz töhmət almağa qədər gəlib çıxdınız? Deməli, töhmətdən qabaq birinci mənim işim məhdudlaşdırıldı. Yəni mənə pasient baxmağa məhdudiyyətlər qoyuldu və bildirildi ki, sən böyük elmi işçi vəzifəsindəsən, sən pasientlərə baxa bilmərsən. Halbuki elə həmin o direktorun tutaq ki, ilin əvvəli gəlmişdi 24-cü ili və onun rəhbərliyi altında mən xəstələrə də baxırdım, hər şey qaydasında idi. Amma ilin sonu birdən-birə durdu, dedi ki, yox, sən pasientlərə baxa bilmərsən və mən məzuniyyətdə olarkən pasientim yaxınlaşıb və o pasientə artıq Mərziyyə xanıma icazə verilmir xəstəyə baxmağa kimi sözlər bildirilmişdi. Mən yenə də buraxdım o rəhbərliyin, necə deyirlər, mülahisəsinə, heç bir başqa bir söz demədim. İlin sonu gəldi, çıxdı, mən də yenə də yaradıcılıq məzuniyyətində idim. Bilirsiniz ki, sima ilə bütün əmək müqavilələri yenidən imzalanırdı. Mənə də məzuniyyətdə olduğum halda mənə müqavilə göndərildi ki, bunu imzala. Mən də açdım, baxdım, görürəm ki, müqavilədə həm əmək haqqım azaldılmışdı, əlavələrim hamısı silinmişdi. Dediyim kimi, məndə zərərli iş şəraiti normala dəyişdirilmişdi. Yəni bu qeyri-qanunidir. İşçinin ümumiyyətlə razılığı olmadan onun iş şəraiti dəyişdirilə bilməz. Xüsusilə mənim işim müddətsiz müqavilə iləndir. Yəni mən artıq 5 ildən çoxdur eyni vəzifədə işləyirəmsə, o artıq müddətsizə çevrilir. Və müddətsiz müqavilədən başqa mən attestasiya keçmişəm və mən 5 il eyni vəzifədə olmağım, yəni təsdiqlənib. Bütün direktor bunları öz başına elə bilməz. Axı bunun kökündə nə dayanır? Mən yaxınlaşdım kadrların müdirinə, insan resursları müdirinə. Soruşdum ki, siz niyə mənim əmək müqaviləmdə dəyişiklik eləmisiniz? Azaltmısınız. Yəni yaxşılığa doğru dəyişiklik etmək olar. Amma pisliyə doğru, yəni azaltmağa doğru dəyişiklik qeyri-qanunidir və mütləq şəkildə işçinin razılığı lazımdır. O da dedi ki, bu Səhiyyə Nazirliyindən gələn bir əmrdir, göstərişdir. Mən də əlbəttə ki, xəbərim olduğum üçün bir çox əmrlərdən dedim, zəhmət olmasa bizə tanış eləyin də, hüququmuzdur. Tanış eləyin bu əmrlə, biz görək ki, belə bir əmr mövcuddurmu? Əlbəttə ki, belə bir əmr mövcud deyildi. Bu sırf bunların uydurmaları idi. Və mən imzalamaqdan 3 gün gözlədim. Yeni il qabağı idi. Artıq yeni ilə bayrama gedirdi. Mən 3 gün gözlədim, gördüm dəyişiklik edən fikirlərində yoxdular. Ondan sonra girdim, özüm əmas sistemində dəyişikliyi imtina yazdım. İmtina yazdım və göstərdim ki, qeyri-qanuni mənim müqaviləmə dəyişiklik etdiyiniz üçün mən imtina edirəm imzalamaqdan. Zəhmət olmasa dəyişiklikləri düz şəkildə edin və əmək haqqımı düz yazın, ondan sonra mən imzalayacağam. Buna heç bir reaksiya verilmədi. Mən yeni il gəldi, çıxdı, mən təzədən qayıtdım məzuniyyətdən işə. Elə ilk gün gəldim direktorun yanına ki, bəs nə oldu da mənim müqaviləmə? Müxtəlif səbəblər göstərdilər ki, həm biz əmək müfəttişinə, Əmək Sosial Müdafiə Nazirliyinə məktublar yazmışıq ki, sizin güya zərərli işinizi dəyişdirə bilmirik, ona görə belə yazmışıq. Dedim, yaxşı, o biri əlavələri niyə silmişsiniz? Hə, biz sizə veriləcək əmək haqqı, amma sənəddə silmişik. Bu da pozuntudur, bilirsiniz. Bu arada onu da mənim məlumatım var ki, sizin adınıza heç sizin xəbəriniz olmadan əlavələr, bonuslar, maaşlar yazılmış və bunun sizin xəbəriniz yox idi. Xeyr, xəbərim yox idi. Mən dəfələrlə yaxınlaşmışam bu mühasibatlığa. Hər dəfə arayış formasında almışam ki, mənim rəsmi əmək haqqım nə qədərdir. Hətta mənim qızım, yəni sənəd lazım idi, deməli viza almaq üçün. Qızım xaricə gedirdi. Onun üçün də mən yaxınlaşdım. Mənə hətta arayış verdilər ki, mənim əmək haqqım 1076 manat yazılmışdı orada sənəddə. Faktiki isə mənim müqaviləmdə elə bir rəqəm yox idi. Sizə nə qədər idi? Deməli, köhnə müqavilə qüvvədə qalmışdı. Köhnə müqavilə yeni il 2025-ci il girəndən sonra bilirsiniz ki, vahid tarif cədvəli ilə əsas hissəsi var əmək haqqının, bir də əlavələr var. Vahid tarif cədvəlində dəyişiklik oldu. Yanvarın 1-dən əmək haqqılar qaldırıldı.
Əvvəlki tarix cədvəlində 584 idisə, yeni cədvəldə 675 idi. Bu dəyişiklik edib, üstünə də əlavələri gəlib, etməli idilər müqavilədə 1076 manat. Bunu etməmişdilər. Yəni köhnə müqavilə ilə 971 manat qalmışdı. Köhnə direktorun adı ilə qalmışdı müqavilə və köhnə şərtlərlə qalmışdı hər şey. Və bundan əlavə də bizi məcbur eləyirdilər. Burdan dediyim kimi mənə deyirdilər ki, siz həkim kimi funksiya göstərə bilmərsiniz. Yəni xəstəyə stasionarda baxa bilmərsiniz, amma eyni anda bizi məcbur eləyirdilər ki, siz həmin laboratoriyada funksional diaqnostika aparın xəstələr üzərində. Mən də real olaraq sual yaranırdı. Niyə bir baxış edə bilmərəm, o birisini siz məcbur eləyirsiniz və zəhmət olmasa bunları bizim müqaviləmizə əlavə edin. Çünki dediyim kimi qanunvericilikdə böyük elmi işçinin vəzifə təlimatı konkret göstərilib. Bu qanunda var. Və mən əgər bu böyük elmi işçi vəzifəsindəyəmsə, orada mənim xəstəyə baxmaq funksiyam yoxdur. Mən əlavə funksiya daşıyıramsa, bunu müqaviləmdə göstərməlisiniz və buna görə mənə əlavələr verməlisiniz. Əlbəttə, bunlar bu əlavələri vermək istəmirdilər. Adımız gedirdi. Əlavələr yazılırdı sizə, amma verilmirdi. Yəqin ki, yazılırdı. Çünki mənim 5 ildir, 2020-ci ildən 2025-ci il ta ki mən işdən azad olunana kimi mənim adım 2 vəzifədə gedib. Böyük elmi işçi vəzifəsində, bir də poliklinika şöbəsinin müdir vəzifəsində. 0,5 yarım, yəni güya mən əvəzçilik edirəm orada. Və mən bunu yalnız işdən çıxan günü xəbər tuturam. Və əvvəllər də mən bilirdim ki, mən əvəz etməklə müraciət mənə yəni təyin olunmuşdu baş həkim tərəfindən 20-ci ildə. Lakin bir ay sonra mənə demişdilər ki, sizi azad eləmişik o vəzifədən, artıq başqa vəzifə. Sizin xəbəriniz olmadı. Mənə dedilər ki, göstərdilər ki, axı budur əmr kağızda. Mən də dedim, yəqin bu əmrdir də. Sən demə, bu azad olma ancaq mənə göstərilmə şəklində olub. Yəni digər sənədlərdə, sistemlərdə bu azad olma baş verməyib. Yəni ştatda mənim adım bu günə, yəni keçən ilə kimi gedirmiş. Və eyni anda bizə deyirlər ki, poliklinika şöbə müdürü digər həkimdir. Orada bizim şöbə müdürü və o xanım da biz belə başa düşürdük ki, bir ştatdadır. Sual yaranır. Poliklinika şöbə müdürü necə bir yarım ştat oldu ki? Necə oldu ki, yarım ştat Mərziyyə Məmmədovadadır, bir ştat isə başqa işçidədir və o bilirsiniz elektron səhiyyə sistemində belə sistemdir ki, ora girib hansısa əmr verəndə o əmrlər dərhal düşür də ora. Bu elektron sistemdə başqa əmrlərdir, amma əmas sistemində, hansı ki, əmək müfəttişinin sistemində başqa əmrlərdir. Necə ola bilər ki, bir işçinin adında başqa vəzifələr var, amma faktiki başqa vəzifələrdir. Bu qədər rahatlıqla, bu qədər qanunsuzluğu necə eləyirdi bəs? Mən müraciət elədim 24-cü ildə yaxın kadrların müdürü, deməli, inzibati işlər üzrə direktor müavini, baş həkim, direktor, maliyyə müdürü, hamısı bu məsələ, bəli, hamısı bu məsələnin içindədir. Hətta həmkarlar özlərinə bir dənə də yeni təzə gələn kimi bütün bilirsiniz də komandanı dəyişirlər. Yeni hüquqşünas tamamilə əmək məcəlləsini tərsinə izah eləyirdi və təkidlə bunu işçilərə yürüdürdü, yəni dediyim kimi. Əmək məcəlləsini əksinə, hətta məktubları var, məhkəmədə çıxışları var ki, əksinə danışır. Bunlar götürüb o hüquqşünas? Deməli Rəcəb Nurəli hələ də orada bildiyim qədər çalışır. Bundan başqa həmkarların müdürü, yəni ən böyük pozuntu həmkarlar komitəsinin, yerli komitənin müdiriyyətinin dəyişməsində baş verdi. Deməli mən eyni anda bu məsələlərlə bağlı artıq yanvar ayında müraciət elədim. Əmasa yazdım ki, mənim adımda hələ bu poliklinika müdürünü sora bilmişəm. Öncədən isə mənim adım həkim statistikdə gedirmiş. Mən bunu müraciət edəndə ki, həkim statistik vəzifəsindədir, bilmirdim də mən. Onlar dedi ki, hə, səhv olub, düzəldərik. Girib sistemə götürüb mənim adımdan ərizə güya mən yazmışam, vurublar və əmək haqqının ikinci dəfə dayandırılması 24-cü ildə. Belə çıxır ki, 4 il mənim adım həkim statistik vəzifəsinin adında gedib. Bu hadisələri necə ola bilər ki, heç bir iş yoldaşınız, heç bir əməkdaş sizə deməyibmi? Xeyr, sizin xəbəriniz olmayıb təbii ki, amma onların da mı heç birisinin xəbəri olmayıb? Əmək haqqının azaldılması digər işçilərə də deyilmişdi. Lakin hər kəs öz yerinə görə qorxurdu. Yəni elə bir qorxulu şərait yaradıblar ki, sən nəsə səsivi çıxartsan, səni işdən çıxardacağıq. Yəni intizam komissiyaları durmadan fəaliyyət göstərir. İntizam komissiyasının sədri həmin inzibati işlər üzrə direktor müavini Namiq Həsənov.
tərkibində də kadrlar müdürü, həmkarların müdürü, komitəsinin müdürü, hüquqşünas bunlar oturublar da bu bilirsiniz özləri təyin edirlər, özləri də vururlar insanları. Bəs sizin xəbəriniz olandan sonra hansı ki o maaşlar, adınıza yazılan əlavə vəzifələrin də yəqin ki əmək haqqısı, onlar toplam şəkildə nə qədər mənimsənilib? Təxmini mənim hesablanmama görə 20 mindən çoxdur. Mənim hesablamam. Bəli, 20 mindən çoxdur. Yəni mən həm stasionarda xəstələrə baxmışam, həm deməli müayinələr eləmişəm, diaqnostik müayinələr, həm də ambulator şəkildə xəstələrə baxmışam. Buna görə mənim əmək haqqım 2-3 qat olmalı idi. Amma bu baş verməmişdi. Onlar hamısı kağız üzərində olub 2-3 qat, sadəcə sizə çatmır. Kağız üzərində üçlü mühasibatlıq aparılıb. Bilirsiniz, üçlü mühasibatlıq. Çünki bildiyiniz kimi işə götürmə elektron səhiyyə vasitəsilə ştatlar orada açılır, vakansiyalar elan olur. Daha sonra əvvəllər bu funksiyanı təbib özü icra edirdi. Yəni işə götürmə təbibə verilmişdi. Sonra bildiyim qədərilə 1 il qabaq, yəni 2 il olsun da 24-cü ildə artıq bu dayandırıldı. Sırf Səhiyyə Nazirliyinin portalı ilə işə götürülürdü. Demək ki, mənim adım, mən də ərizə yazmışam ki, 25-ci ilin yanvar ayında ərizə yazmışam ki, boş vakansiyada əgər siz məni düzəldə bilmirsiniz o dediyim kimi həkim funksiyasına əlavələrimi, mənə bildirirdilər ki, güya qanunla sən böyük elm işçi vəzifəsindəsən, ona görə əlavə edə bilmirik. Sizi də çaşdırmağa çalışırlar. Məni də çaşdırmağa çalışırlar. Və bütün bunlara etiraz eləyəndən sonra mı sizə töhmət verildi? 70 Bəli, onu demək istəyirəm ki, mən yaxınlaşdım, dedim, elədirsə, onda boş vakansiyalar var. Yarım ştat bizə o vakansiyalardan verin həkim vəzifəsindən ki, bizim də əmək haqqımız düzəlsin də, rifahımız düzəlsin. Ona görə mən gəldim, yaxınlaşdım, ərizə yazdım elə yanvarda ki, mənə əlavə ştat, nevroloq ştatı var və o ştatı biz vakansiyanı görmüşdük Səhiyyə Nazirliyinin portalında, bizim institutun adından verilmişdi. Bir yarım ştat var idi. Mənə imtina gəlir. Yazmırlar, eləmirlər. Sən demə mənim adım, mən bir xəbər tutduğumdan 2 dənə də əlavə ştat gedib. Biz bu ilə bağlı Səhiyyə Nazirliyinə də getdik, müraciət etdik, orada kadrların müdirinə də yaxınlaşdıq. O xanım dedi ki, axı sizə verilsə, nəsə belə bir söz işlətdi ki, 2 yarım ştat ola bilər. Mən dedim ki, siz nə danışırsınız, necə yəni 2 yarım ştat ola bilər? Sən demə, mənim adım orada ştatlarda getdiyi üçün, mənim də xəbərim yoxdur axı. Ona görə bunlar deyirlər ki, sizdə aşır da ştatlar, sizə verə bilmirik. Əlavə verə bilmirik. Mənim axı xəbərim yoxdur, mən də bildiyim bir ştatdır. Mənim bildiyim bir ştatdır. Mən o biri digər ştatlardan xəbərim yoxdur. Mən bu ilə bağlı əmək müfəttişliyinə müraciət elədim. Əmək müfəttişliyi sənədləri ki, yazdı, istədi bunlardan. Bunlar başladı, yəni onunla paralel də biz əmək müfəttişinə 3 işçimiz müraciət elədi, kollektiv şikayət verdi. Əmək müfəttişliyi ilə də yanaşı, yəni biz nə üçün prezidentimizə müraciət elədik? Çünki iş yerində bundan başqa da digər pozuntular da var idi. Belə, yəni ilk işdən çıxarılan bu hadisələr başına gətirilən siz deyildiniz. Xeyr, mən deyildim. Artıq o qədər büsat almışdı ki, bu məsələlər ki, biz çarəsiz qalıb. Yəni həmkarlara deyirsən, o başqa söz deyir, heç nə eləmirlər. Ona deyirsən, heç nə eləmirlər. Biz müraciət elədik. Otaqdan bizi sıxışdırmaq, hətta xəstə üstümə hücum eləmişdi. Heç bir tədbir də görmürdülər. Bunların özlərinin oyunları idi. Düzdür. Xəstələrlə əlbir olurdular. Bəli, tutma belə deyək də, nayomlu xəstələr, hansılar ki gətirilir və belə bir hadisələr icra eləyirlər. Mən polisə müraciət elədim. Həmin polisdə iş açıldı. O pasientlə bağlı da deməli müvafiq tədbirlər görüldü, cərimələndi. Xəsarət yetirdi sizə? Xəsarət yaxşı ki yetirə bilmədi, amma mənim şəxsi kompüterima zərər verilmişdi və bu haqqda da mən yazmışam. Məsələ ondadır ki, mən gəldim. Siz bütün bunları deyəndən sonra? Bəli. Deməli biz şikayətimizi vermişik 7 fevralda. Artıq gəlib çatmışdı prezident administrasiyasına, deməli Səhiyyə Nazirliyini sürəti kopyada qoymuşduq. Əmək müfəttişliyini, daha sonra deməli korrupsiya üzrə baş prokurorluqda deməli yanında korrupsiya idarəsinə orada vermişdi. Bütün bu şikayətləri hamısı həmişəki kimi göndərilir Səhiyyə Nazirliyinə. Biz sual veririk ki, biz əgər Səhiyyə Nazirliyinə müraciət edirik, heç bir tədbir görülmürsə, niyə şikayətlər təzədən eyni quruma göndərilir? Göndəriləndən sonra daxili sənəd dövriyyəsi ilə bu şikayətləri göndərirlər həmin bu direktor Mətanət Əfəndiyevova və o da başlayır təqiblərini.
Yəni yığır öz komandasını, işçiləri bir-bir linç eləyir. Daha sonra bir iclas təşkil olunur, intizam komissiyası bir işçiyə töhmət. Sən filan şey eləmisən. Deməli, tibb bacısı gəlir öz izahatında yazır ki, bəli, mən otaqda pul götürmüşəm xəstələrdən. Pul götürmüşəm və günahında yazır ki, pulun yarısını da vermişəm, deməli, həmin həkimə. Tibb bacısını töhmət verirlər, həmin həkimə də töhmət verir, heç bir araşdırma aparmadan. Halbuki bu korrupsiya halı deyə, bu cinayət işidir. Biz bunu məlumat verəndən sonra necə olur ki, tibb bacısı gəlir izahatını yazır? Necə olur ki, siz başlayırsınız töhmət eləməyə, heç bir araşdırma olmadan? Yəni yenə dediyim kimi biz korrupsiya şikayət edəndən sonra təqiblər başlayır. Növbəti hədəfdə mən oluram ki, mən də şikayətlərin yazanlardan biri olmuşam. Məni hədəfləyirlər, başlayırlar ki, hə, mənim deməli rəsmi icazəm var ki, digər qurumda deməli həkimlərin Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunda xarici əvəzçiliyi ilə çalışıram və buna dair də mənim icazəm var. İcazə məktubum işə götürən tərəfindən. Mən gedirdim orada və bunu yəni 1-2 dəfə məndən sorğulayıb kadrlar, əvvəlki işçilər, kadrlar. Mən rəsmi sorğu vermişəm əmək müfəttişliyinə ki, bu şəkildə mən çalışa bilərəmmi? Yəni rəsmi ərizə yazmışam. Əmək müfəttişliyindən mənə cavab gəlib ki, bəli. Hətta sonra bir də sorğu vermişəm Dövlət Sosial Müdafiə Nazirliyinə. Oradan da cavab gəlib ki, bəli, sizin işlədiyiniz tam legaldır. Yəni orada təfərrüatı ilə yazılıb. Amma bunlar sizə onu... Bunlar məni bunu irad tuturlar. Görürlər ki, sözlə belə keçmir. Qanunları təxmini oturmuşam, oxumuşam, bilirəm. Başlayırlar ki, biz məktub yazırlar mənə ki, sizin əmək şəraitinizi dəyişdirmişik. Dəyişdirmək istəyirik, daha doğrusu münasibət bildirin. Və direktor açıq-aşkar mənə deyir ki, sən işini neyniyək? Sən 05-ə keçirdək, 05 ştata. Deyirəm ki, 05 ştata niyə keçirdiniz ki? Mən elmi işçiyəm də. Bundan sonra başladı ki, yox, çağırdı kadrların müdirini, çağırdı. Sən deyir, xəstəyə baxa bilmərsən. Yəni, sözümün nəyi gətirirəm? Bir adam ki, sənə deyir ki, sən xəstəyə baxa bilmərsən, onun üstündə məni ilə konfliktə girir. Daha sonra götürür, əmr verir ki, iş şəraiti dəyişdirilib, sən xəstəyə baxmalısan. Və bunu iş şəraiti... Bir-birini təqsib edir. Bəli, bir-birini təqsib edir. Həmin əmr, qanunvericiliyə görə, həmin əmr dərhal əmasa yüklənməli idi. Əmasa yüklənməyib. Mənə verməyiblər o əmri. Heç xəbərim də yoxdur. Bir də məni çağırırlar intizam komissiyasına. Orada xəbər verirlər ki, sənin haqqında 3 ay sonra... Sizdən xəbərsiz bütün işlər Bəli, məndən xəbərsiz əmrləşdiriblər. Sonra da mənə təqdimat yazırlar ki, Mərziyə xanım işə gəlmir. Mənə heç xəbərim yox. Mən işə gəlirəm. Yazırlar ki, işə gəlmir. İntizam komissiyasına verilsin. Yəni bu qurma işidir və planlaşdırmışdılar ki, birinci töhmət, ikinci töhmət dalıcanda bunu işdən çıxardaq. Bu planlaşdırılmış hal idi. Reallaşdırdılar da. Bəli. Hətta məni xəstəlik vəziyyətinə çatdırdılar. Mən ciddi bir xəstəliyə tutuldum. Bunun haqqında sənədlərim də var. Yəni hamısı. Məndə limfoma şübhəsi aşkarlandı. Çünki əsəb gərginliyindən məndə qanım yüksəldi. Mən müraciət edə bilmirdim. Qızdırmam qalxdı. Adi qrip kimi başlamışdı. Lakin sonradan gördülər ki, poliklinikada məndə ciddi vəziyyətdir və məni qan institutuna göndərdilər. Oradan sonra qan institutundan Ağciyər institutuna və belə mən 1 ay xəstəxanalarda, sonra da biopsiya olundum. Biopsiyanın cavabını gözləmədən, biopsiyanın nəticələrini gətirmişəm də, göndərişləri ki, mən xəstəyəm, mənə dəfələrlə yazıram ki, mənə məzuniyyətə buraxın öz hesabıma. Heç birinə təsdiq vermədən, heç birinə belə məhəl qoymadan, yox, biz vermirik sənə, məzuniyyət vermirik. Bununla bağlı mən əmək müfəttişinə müraciət edərkən onlar cərimələndi. Yəni, hal-hazırda Mətanət Əfəndiyeva vəzifəli şəxs kimi 1500 manat cərimələnib, hüquqi şəxs kimi də 2000 manat cərimələnib. Məndə buna dair sənədlər var. Və siz çıxarıldınız işdən. Sizinlə bərabər neçə nəfər çıxarıldı, töhmət aldı? Bir nəfərə töhmət verilmişdi. Məndən başqa deməli digər işçilər də çıxarılmışdı. Kiçik vəzifəli işçilər, yəni həkimlərdən mənəm, sonra bir deməli müdir var idi, onu da çıxartdılar. Sonra kiçik işçilər Ramil Abdullayevi çıxartmağa cəhd elədilər. Bu məsələdən sonra, yəni o son damla idi da, bu məsələdən sonra onlar tez məlumat verdilər lazımi qurumlara. Onun da bonus məsələsi var. Bəli, sırf bonus, pul məsələsidir. Yəni bildiyiniz
pulun üstündə özdə nələr edirlər, nələr. Və açıq-aşkar Ramil doktora da həmən sizinki kimi bu qaydada əlavə vəzifələr yazıb, əlavə bonuslar yazıb özləri alırlar. Ramil doktorun özü bilmirdi, başı çıxmırdı. Mən onun yəni sonra başa saldım. Girdilər əmas sisteminə. Açılıq gördük ki, eyni qaydada necə mənim əməyimi, müqaviləmi azaldıblar. Eyni qaydada ona da tətbiq olunub və o bilmədən götürüb imzalayıb o müqaviləni, bütün əlavələrini kəsmişdilər. Deməli mənə töhmət verəndə məhkəməyə müraciət eləmişəm, hələ işdən çıxarılmamışdım. Töhməti verə-verə məhkəmə, deməli mən müvəqqəti təminat istəyirəm, məhkəməyə yazıram, hüququm var. Hakim onu təmin etmir ki, güya ki hakimə təzyiq kimi qiymətləndir bunu. Eyni anda mənə töhmət verilə işdən çıxardılar. Yəni mən töhmətin məhkəməsini gözləyənə dək məni işdən çıxardılar. Məcbur olun təzədən ikinci məhkəməyə verim. Niyə mən pulumu xərcləməliyəm, vaxtımı sərf eləməliyəm belə işlərə və məhkəmədə vuruşmalıyam bir adamla ki, hansı ki pozuntular haqqında mən məlumat vermişəm, dediyim kimi, mən Səhiyyə Nazirinin eksperti kimi orada sertifikatsız həkimlər işləyib, sertifikatsız həkimlər xəstələrə baxıb. Bu haqqda da mən gəlib deyəndən sonra müraciət eləmişəm, nazirlikdən yoxlama gəlmişdi. Yoxlama gəldi. Bərpa mərkəzində sertifikatsız həkimlər çalışır. Bəli. Hal-hazırda da çalışır. Bəli, sertifikatları yoxdur. Ola bilər ki, deyə bilərikmi onlar hansı həkimlər? Bəli, mən orada adlarını demişdim Səhiyyə Nazirliyində. Ola bilər ki, indi keçiblər. Mən yəni indi istəmirəm də onların adını çəkim ki, ola bilər ki, mən xəbərim yoxdur. Çıxandan sonra ola bilər keçiblər sertifikasiyadan. Yəni şeyi nəzərdə tutmaq üçün demişdim. Mən amma Səhiyyə Nazirliyinə bir-bir məni çağırmışdılar. Yəni qəbuluna getmişəm Səhiyyə Nazirliyinə. Orada kamerada çəkiliş var idi. Kamerada mən onların adlarını bir-bir səsləndirmişəm. Və məndən soruşurlar ki, burada yəni necə ola bilər sertifikatsız həkimlər işləsin, necə ola bilər xəstə qəbul etsin? Axı sığorta sistemidir. Sığorta sistemində belədir ki, həkimin sertifikatı yoxdursa, o ümumiyyətlə adı sığorta sisteminə düşmür. Mən dedim ki, xəstə adından yox, həkim adından vurulmurdu. Vurulurdu bir müayinə kimi, bir müalicə üsulu kimi. Və o şəkildə də işləyiblər də. Yəni sübutlar var, sənədlər var. Hətta sertifikatsız həkim götürüb başqa həkimin adına vurulurdu. Ad sertifikatı olan həkimin adına vurulurdu xəstə. Sonra isə yönləndirirlər daxildə başqa həkimə. Hansı ki sertifikatı yox. Başqa bir düzən qurmuşdular, sistem qurmuşdular özləri üçün. Aparatura, yəni qeydiyyatda olmayan avadanlıq işlədilirdi daxili otağın içində. Hansı ki o heç ümumiyyətlə institutun şeyində yoxdur, inventar siyahısında. Belə bir avadanlıq yoxdur. Bəs bir maraqlı məqam da var. Bu səs yazma cihazları qoyulmuş həkimlərin otaqlarına. Bunlar sizdə də var idimi sizin otağınızda və yaxud da ki, şahidi olmuşdunuzmu belə bir şey? Deməli, mənim avadanlıqda başım çıxır. Yəni mən dediyim ki, mən kompüterlə neçə ildir bu sahədə işləyirəm. Özümdə yəni təhsilim var əlavə. Bir gün mən gəlib görürəm ki, hələ mən Ramil doktorun başına gələnləri bilmədən, bu mən sizə danışıram təxmini mart aylarından da. Bir gün gəlib görürəm ki, işdə bizim IT var, o işlə məşğul olan, yəni o sırf kompüterlərə baxır, printerə və s. Bir də var biomedical işçimiz, o avadanlığa baxır, yəni tibbi avadanlığa baxır. Bu ayrı-ayrı insanlardır. Gəlib görürəm ki, bu IT, hansı ki o avadanlığa baxandır, açıb kompüterin prosesorunu, orada nəsə eşələnir də belə deyək. Mən də soruşuram ki, nə olub? Deyir ki, hə, xarab olub, aparıram dəyişməyə. Deyirəm, nəyi dəyişirsən? Prosesoru dəyişirsən. Yəni, sırf prosesoru açıb. Sonra işçilərimizdən, kollegalarına soruşuram ki, siz indicə müayinə eləməmişsiniz. Deyir, indicə müayinə eləmişik. Deyirəm, xarab idi aparat. Deyir, yox. Deyirəm, bəs niyə bu şey eləyir də burada? Nəsə ürəyimə damır. Baxıram ki, TeamViewer proqramı, bir neçə distant idarə etmə proqramları yükləyirlər ora. Səs yazma üçün. Səs yazma üçün deyil, ümumiyyətlə kompüterdə nə baş verir, onu izləmək olar, hətta çəkmək olar. Bundan başqa, yəni o prosesoru götürüb aparır. Mən dərhal gedirəm, ərizə yazıram ki, gəlib soruşuram şöbə müdüründən ki, nə məsələdir? Mənə məlumat verilmir, gedirəm ərizə yazıram ki, bəs aparat çıxardılıb və bizə məlumat verilmədən, xahiş edirəm, həmin aparatın nasazlığı haqqında akt tərtib olunsun və mənə verilsin. Varsa aktı, verilsin mənə, mən də tanış olmaq istəyirəm. Həmin dəqiqə elə o ərizə çatar-çatmaz, 1-2 saatdan sonra gətirib təzədən quraşdırırlar yerinə o prosesoru və iş bərpa olunur.
Amma yenə də sonra mən biləndə ki, Ramil doktorun da prosesorunu elə açıblar və sonra içinə mən açıb baxmamışam içində qulaq asan cihaz var yoxsa yox. Bu hadisəni sadəcə deyirəm və rəsmi əlimdə ərizəm var. Amma Ramil doktorun hadisəsindən sonra mən ciddi şəkildə düşünməyə başladım ki, bəlkə bizim də otağımıza quraşdırılıb. Ramil doktorun otağında var idi. Bəli, Ramil doktor onu videoda çəkib, YouTube-da paylaşdırılıb. Özü də əli ilə göstərib ki, var bu dinləyici aparat. Və ondan sonra onun üstünə hücumlar olunub. Yəni gördüyünüz bu barədə polisə də müraciət edib, prokuraturaya da müraciət edib. Nəticəsi nə oldu? Çox gülməlidir. Bilirsiniz, prokuraturadan hələ də cavab gəlməyib. Bizə yazıblar ki, üçlü şikayət eləyəndə, ondan sonra prokuraturaya da getmişdi axı ərizələrdən biri. Daha sonra bir də mən müraciət etmişəm. Nə 7 fevraldakı prokuraturaya, baş prokurorluğa özdə yazdığımız ərizəyə bir cavab gəlməyib. Yəni mənə inanırsınız ki, Amerikadan mənim üzvlüyüm haqqında məktublar gəldi. Evimə gəlib çatdırırlar Amerikadan. Amma Azərbaycan içində baş prokurorluqdan mənə məktubu gətirib çatdıra bilmirlər nədənsə. Yəni prokuraturada 2 dəfə mən olmuşam, 2 dəfə tək ərizədə yazmışam, 3-cü dəfə də ərizə yazmışam. Hələ də səs soraq yoxdur. Nə demirlər ki, cinayət işi var, açırıq. Nə demirlər ki, yoxdur. Nə mənim göndərdiyim 200-ə yaxın səhifəlik sübutlar və dəlillər araşdırılıb cavab verilir və yaxud geri qaytarılır. Hələ gözləmədəsiniz. Gözləmədəyik. Gəlir soruşum, deyir, mənə prokuraturada çıxardıb belə ərizəmi, deyir ki, baxın, sizin ərizənizi nazirliyə göndərmişik, Səhiyyə Nazirinə. Get nazirdən istə cavabı. Mən belə də danışır, belə qeyri-etik formada ki, get nazirdən istə cavabı. Mən bilmirəm, buna mən nə cavab verməliyəm ki, belə bir şeylərə. Və vakansiyaların satılması məsələsi də var imiş. Bu da həmən baş direktor tərəfindən edilirdi. Mənim öz hadisəmi mən sizə danışdım ki, biz konkret gördük. Deməli, Nazir Teymur Musayevin əmri var ki, boş vakansiyaları olduqda iş yerində, kimsə çıxdı, kimsə tərk elədi işi, boş vakansiya yaranıbsa, o haqda ilk növbədə elan verilir daxildə işçilərə, həmin işçilərə. İşçilər istəməsə, ondan sonra 3 gün sonra vakansiya verilir Səhiyyə Nazirinə, açıq vakansiya kimi. Və bunu gəlib əsas tutaraq mən gəldim həmin direktora ərizə yazdıqda deyirəm, axı 3 işçimiz, vakansiyalar haqqında məlumatımız var idi, yazdıq. O, özdə bu ərizə birinci ərizə deyildi. Biz bundan qabaq da müraciət eləmişik, Şifahidə müraciət eləmişik. Bizə həmişə deyib ki, gözlüyün mən həll eləyəcəm, gözlüyün mən həll eləyəcəm. Sən demə, bu hazırlaşırmış ki, yeni ildə başqa qaydalarla işləsin. Və yeni ildən artıq 25-ci ildən, yəni 24-cü ili bütün ili bizim başımızı belə deyək, o şeylərlə, söz vermələrlə aldadıb. Vəd verib bizə. 25-ci ildən artıq biz ərizə ciddi şəkildə yazanda bir ay gözlətdir, bir aydan çox bizim cavab vermədi şikayətimizə, ərizəmizə ki, biz boş vakansiya istəyirik. Sonra bir də gördük ki, başqa işçilər götürüb. Yeni işçilər, cavan rezidenturanı təzə bitirmiş işçilər və bizə yazır ki, cavanlar götürmə. Bu haqsızlıqların sizə mənəvi təsirini, mənfi təsirini dediniz, xəstəliklə nəticələnib və maddi tərəfi də yəqin ki, maddi ziyan da çəkmisiniz. Əlbəttə, maddi ziyan. Hər dəfə mən məcburəm, mən xəstə idim. Yenə deyirəm, 26 maydan düz 30 iyuna kimi mən xəstə olmuşam. Bir aydan çox əməliyyat olmuşam. Mən əlbəttə ki, həm əməliyyatla bəzi analizlər, ciddi analizlər var idi, genetik. Onlar biopsiyalarda, onları sığorta qarşılamırdı. Mən yəni rəsmi dövlət qurumlarına müraciət eləmişəm. 2000-dən, 3000-dən çox xərc çəkmişəm bunlara görə. Müalicələrimi demirəm hələ. 1 həkim, 3 həkim, 5 həkim. Bundan sonra yəni məcburən məni təmsil eləmək üçün vəkil tutmuşam. Vəkil də ucuz deyil, bilirsiniz, bu işlərdə vəkil gedir gəlir. Yəni mediasiya hər dəfə rüsum ödə. Nədir, vəkilə ödə, ora ödə, bura ödə. Hələ mən yazmışdım həmkarlara ki, mən belə bir xəstəliyim var. Mənə cəmi 100 manat, 22 ildir mən ödəyirəm, üzvlük haqqı. Cəmi 100 manat mənə yardım eləmişdilər. Yardımdan sonra da məni işdən çıxartdılar. Bax, bütün başınıza gələn bu hadisələrdən, bu xoşa gəlməz hadisələrdən yola çıxaraq indi belə bir söhbətə başlayaq ki, səhiyyəni 3 yerə bölüblər. İcbari tibbi sığorta, təbib və Səhiyyə Nazirliyi. Sizcə bu vəziyyətin yaranması
hansına daha çox nəticəsidir? Yəni 3 yerə bölünüb və təbii ki, burada həm həkimlər, işçilər, vətəndaşlar da yəqin ki, əziyyət çəkir ki, bu vəziyyət, bu mənzərə alınıb. Siz nə düşünürsünüz? Birinci növbədə təbibin. Həm səhiyyə sistemində problem var. Yəni səhiyyə sisteminin problemi ondan ibarətdir ki, üçlü, dördlü səhiyyə sistemi var. Bu həm birinci növbədə kimə ziyandır? Xəstələrə. Və bərpa mərkəzi də səhiyyənin tərkibindədir. Sonradan səhiyyə keçdi. Yəni əvvəl səhiyyədə idi, sonra bizi verdilər futbol topu kimi təbibə, sonra təbibdən təzədən qayıtdı səhiyyə sisteminə. Nazirin əmri var ki, həkimlərin təbibdə əmək haqqları nə idisə, yəni nəzərdə tutur ki, yüksək nə idisə əmək haqqları, sonra səhiyyə keçəndən sonra yeni qaydalar təyin olunanadək eyni vəziyyətdə qalsın. Yəni bu kimi qurumlar səhiyyənin, nazirliyin tərkibində olmalıdır sizcə? Elmi tədqiqat qurumları bəli. Ümumiyyətlə mən hesab edirəm ki, üçlü idarəetmə düz deyil. Bütün dünya, yəni ən yaxşı səhiyyə sistemlərinə baxsaq, dünyada Almaniyadır, Amerikadır və s. ölkələr, Avropa ölkələr, orada bir qurum var, bir dənə qurumdur. Yəni sizin çalışdığınız bərpa mərkəzində bu qədər haqsızlığa uğramağınızın səbəbini təbibdə görürsünüz. Birinci təbibdən başladı ki, bizim əmək haqqlarımız, qeyri-qanuni, yəni səhiyyə sistemində də bilmirəm, mən gələn idarəetmə sistemləri, idarə edən adamlar, aparatlar, yəni bura kimə aiddir? İnzibati işçilərdir, mühasibatlıqdır. Bunlar düzgün aparmalıdırlar, idarə etməlidirlər. Bunlar bizim yəni əmək haqqlarımızı düz yazmayıblar. Əmək haqqlarımız orada düz yazılmadan sonra da belə davam edib. Yəni mən şəxsən həm təbibin, həm də icbari sığortanın şeylə danışmışam, kadrların müdiri ilə. Mənim üzümə durub dedilər ki, siz böyük, yüksək əmək haqqı istəyirsinizsə, elmdən keçin klinikada işləyin. Yəni siz necə elmişcə bu şeyi təklif edə bilərsiniz ki, pula görə sən keç elmi at, get klinikada işlə. Sən maraqlı olmalısan ki, mən elmişçi olaraq, mən bilik səviyyəm yüksəkdir adi həkimdən. Yəni bütün hallarda nəticə etibarilə səhiyyə 3 yerə bölünməsəydi, siz də belə əziyyət çəkməzdiniz. Səhiyyə 3 yerə bölünməsəydi, səhiyyə sistemində düzgün bir dənə idarəetmə olsaydı, hal-hazırda özünüz də məsələn pasiyent kimi getdiniz, tutalım poliklinika. Poliklinikada şikayət eləmək istəyirsən və yaxud nəyisə öyrənmək istəyirsən, deyir bu təbibin qurumudur. Nəyisə öyrənmək istəyirsən, o deyir o səhiyyə. Bülten almaq üçün elektron səhiyyəyə girməlisən. Sizcə sadəcə səhiyyəyə mi tabe olmalıdır? Səhiyyə Nazirliyinin tərkibi? Mən ümumiyyətlə fikirləşirəm ki, Səhiyyə Nazirliyi, təbib, Sosial Müdafiə Nazirliyi bunlar bir qurum şəklində fəaliyyət göstərməlidir. Vahid qurum olmalıdır. Sizcə bu 2-3 həkim çıxarıldı da işdən, düzdürmü sizinlə bərabər? 2 həkim çıxarılıb, digər işçilərin də hüquqları pozulub. Yəni bu xanım bütün günü məhkəmələrdədir. Yəni cərimə dalayacaq. Cərimə olunur, amma ki sizcə bu 2-3 həkimin işdən çıxarılması ilə başqa insanların da elə hüquqlarının tapdalanması ilə, cərimə edilməklə bu məsələ örtbasdır ediləcəkmi? Nə düşünürsünüz? Mən bu sualı verdim əmək müfəttişinin də qəbulunda olmuşam, rəis Rüfət Əliyevin. Deyirəm ki, nə olmalıdır? Hə, biz sənədləri gözləyirik. Sənədləri gözləyirsiniz. Bəs mənim axı ay gedir, il gedir. Mən 1 ildir vuruşuram. 1 ildir mən vuruşuram, artıq 1 il. 1 ildir nəticə əldə edə 1 ildir nəticə odur ki, sənəd vermədiyi üçün 539-cu maddə ilə cərimə olunub. İçində digər maddələr də var. Amma xanım buna baxmayaraq yenə sənəd təqdim eləməyib. Biz söhbətə başlayanda da mən qeyd elədim ki, siz uzun müddət əsasında Covid dövründə çox aktiv şəkildə çalışmısınız, fəaliyyət göstərmisiniz. Həm də Səhiyyə Nazirliyinin mütəxəssis eksperti kimi və bu vəzifəyə seçilmək üçün hansı şərtlər var idi? Sizə vədlər olunurdumu ki, vəzifə yüksələcək filan? Xeyr, heç bir belə bir şey olmayıb. Biz müəssisədə işləyərkən sadəcə dedilər ki, Səhiyyə Nazirliyinə bütün işçilərin CV-ləri tələb olunur. Mənim də CV-im belə pis çıxmasın, çox zəngindir. Mən də CV-mi təqdim elədim. Sadəcə mənə dedilər ki, sizi Səhiyyə Nazirliyinin eksperti təyin ediblər. Mərziyyə xanım, təbib kimi Səhiyyə Nazirliyindən də cavab ala bilməmisiniz. Bu qurum da mı təbib kimi işləyir, yoxsa Səhiyyə Nazirliyində xüsusilə adlarını çəkmək istəyirəm. Bu veriliş vasitəsilə bəlkə bizim səsimiz cənab prezidentimizə çatsın. Sağ olsun, nazir məni qəbul elədi, cənab Teymur Musayev. Mən müxtəlif çoxsaylı şikayətlər, yəni müraciətlər yazandan sonra
Lakin elə görüş zamanı, yəni bizim kurasiya, səhiyyə məsələlərinə kurasiya Fazil Hüseynbəyev tərəfindən hal-hazırda icra olunur bildiyim qədərilə və bizim də mənim şəxsən şikayətimə təqib olunanda hələ töhmətdən öncə elə Fazil Hüseynbəyev tərəfindən komissiya göndərildi və komissiyadan sonra Fazil Hüseynbəyev bizə cavab yazdı. Üçümüzə də ki, sizin dediyiniz məsələ o cavab məndə var. Araşdırılır, bəziləri qüsurlar aradan qaldırılır və sizə məlumat veriləcək. Bundan sonra biz həmkarlara da müraciət elədim, həm bizim yerli komitəyə. O vaxtı Seyran Mikayılzadə idi bizdə həmkar orada. Və ona müraciət elədim, gəldim tək sonra üçümüz özdə kollektiv şikayət ki, institutda baş verən pozuntulardan gəldi dedi ki, Mərzə xanım, mənə üstümə şey eləyiblər, deyirlər ki, sizin haqqınızda nəsə pis şeylər yazın. Ona görə mən öz ərizəmi yazıb çıxdım. Daha sonra qeyri-qanuni formada həmkarların iclası keçirilir institutda, qeyri-qanuni formada elan olunmamışdan. Elan eləyirlər, sonra keçirtmirlər. Sonra gedib gizlicə balaca bir şeydə keçirdirlər. Üzvləri də özləri seçirlər, heç kimə demədən. Bizim xəbərimiz yoxdur. Dediyim kimi, kollektiv müqaviləmiz var. Onun əsasında bizim mütləq xəbərimiz olmalı. Yəni mən üzvəm. Pul ödəyirəm əlavə, ona görə maaşımdan çıxılır. Deməli, qeyri-qanuni həmin martda yazdığımız şikayət ərizəsinə mayın 6-sı həmin o təzə gələn cavab verir mənə ki, Cavanşir Tanrıverdi. Mənə cavab verir ki, heç bir pozuntu olmayıb, aşkarlanmayıb. Halbuki yuxarıda Səhiyyə Nazirinin həmin məsul şəxsi yazır ki, aşkarlandı, aradan qaldırıldı, bəziləri sizə cavab veriləcək digər məsələlərlə bağlı. Bu isə mənə cavab verir ki, heç bir pozuntu olmadı. Gör, bunun səlahiyyəti sən demə Nazirliyin nümayəndəsindən daha yüksəkmiş. Bu bir məsələ. İkinci, həmin elə görüşdə cənab nazirlə Fazil Hüseynbəyev də oturmuşdu. Bəli. Mənə deyir ki, cənab nazir ki, bu adamı tanıyırsınız. Dedim ki, yox, tanımıram. Mən üzdən tanımırdım o adamı. Deyir ki, bu Fazil müəllimdir. Elə dərhal dedim, çox gözəl. Fazil müəllim, mənim məktublarıma niyə cavab vermirsiniz? Fazil müəllim mənim üzümə baxdı, sustu. Və salam. Teymur müəllim dedi ki, sizin dediyiniz bütün məsələlərlə bağlı, ümumiyyətlə Teymur müəllim mən gələn kimi dedi ki, sizin işiniz məhkəmədədir, biz qarışa bilmərik. Halbuki mənim şikayətlərim məhkəmədən öncə olub, məni işdən çıxarmamışdan öncə olub. Onlara heç birinə cavab vermədikləri üçün gəlib çıxmışıq məhkəmə stadiyasına. Yəni məhkəməyə mən artıq mayda müraciət etmişəm. Amma mənim şikayətlərim görün yanvardan bəri başlayır. Dedim, cənab nazir, mən fərdi əmək münasibətini sizə danışmıram axı. Sizə deyirəm ki, sertifikatsız həkimlər işləyir. Sizə deyirəm ki, filan pozuntular var. Sizcə nazir Teymur bəy hansı islahatı görməli idi ki, vəziyyət bu yerə çatmasın? Düşünürəm ki, nazir hər yerə, 5 yerə, 10 yerə bölünə bilməz. Əlbəttə ki, bu işlərlə məşğul olan səlahiyyətli şəxslər var orada. Aparat rəhbəri Tural Babayev, Oqtay Babayev, Daxili Nəzarət Şöbəsinin müdürü, hansı ki, o prosluşka dediyimiz səs dinləyici aparatın quraşdırılmasıdır, institutda işçilərin incidilməsidir və s. kimi böyük problemləri səsləndirmişik. Gəlib yoxlama təşkil eləmişdilər, yoxlamanın nəticəsində aşkarladığı şeyləri deyərdilər. Şəxsən mən dedim ki, kadrların sənədlərini mənim iştirakımla yoxlayın. Orada çoxlu, necə deyərlər, yan şeylər var. Mənim elə birinci vəzifələrimdir, digərlərin vəzifələridir. Dedim, onu mənim iştirakımla yoxdur. Mən şəxsən baxmaq istəyirəm ki, niyə mənim adımda 2 dənə kadr şey var, sənədlər. Yəni bu sizin yoxlanmadı mənim iştirakımla. Bu sizin başınıza gələndir. Yəni tək deyilsiz və qaransiya da yoxdur ki, sizdən başqa hansısa həkimin başına bu şeylər gəlməyəcək. Çünki dediyimiz kimi Səhiyyə Nazirliyi desək, dediyiniz kimi belə heç bir boyun qaçırır. Təbib belə. Yəni bu hara gedir, bu mənzərə, bu nəticə hara gedir, nə olacaq sizcə? Heç yaxşı olmayacaq. Heç yaxşı olmayacaq. Bilirsiniz niyə bu baş verir? Çünki həmin məsələlər baxmayaraq ki, Səhiyyə Nazirinin tabeliyindədir ya təbibin, publik hüquqi şəxslər, yəni yarı özünü təmin edən bir qurumdur da, belə deyək, yarı özəlləşmiş bir qurumdur.
Ona görə də deyir ki, mən özüm bilirəm, işçim mənimdir, özüm bilərəm. Qanunvericiliyə mən işə götürənəm, nə istəyirəm eləyirəm. Başa düşdünüzmü? Bu mərkəzlər səhiyyənin tərkibindədirsə, səhiyyə nəzarəti. Səhiyyə nəzarəti məhdudlaşdırılıb da, belə başa düşürəm. Çünki əgər heç nə eləyə bilmirlərsə, heç nə eləyə bilməmək deməkdir də bu. Hansı heç əvvəlki vaxtlarda belə azğunçuluq, belə özbaşınalıq yox idi. İndi belə ona görə də cənab prezident qanun çıxartdı ki, xüsusi monitorinq yaradılsın Maliyyə Nazirliyində ki, sırf bunların pul şeyləri hara axır, hardan gedir, hara gedir. Onun üçün yoxlama olacaq da, xüsusi qurum olacaq, agentlik səhv etmirəmsə. Bu bir məsələ. İkinci, kiber təhlükəsizlik üzrə elə Səhiyyə Nazirliyinin içində yeni qurum yaradıldı. Çünki yeniləndi, elektron səhiyyə portalı yeniləndi. Yenilənməyinə baxmayaraq yenə telefonumu açıb göstərə bilərəm ki, mənim orada əmrlərim var. Mən 2 dənə vəzifədən azad olmuşam. Mən 2 dənə adım vəzifədə gedib, 3 dənə vəzifədə gedib. Yəni mən necə bu bir ay işləmədi sistem. Bilirsiniz, mənim şikayətlərimdən sonra bir ay sistemi bağladılar. Yəqin mən düşünürəm ki, yoxlama aparıldı. Amma yoxlamanın nəticəsində hələ də bilmirəm. İndi hal-hazırda həmin qurumda Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda çoxsaylı şikayətlərdən sonra böyük yoxlamalar gedir bu dəqiqədə. İndi inanırıq ki, bəlkə bizim məktublarımız çatdı. Mən durmadan cənab prezidentimizə öz səhifəmdə, Facebook səhifəmdə də qoymuşam, cənab prezidentimizə müraciətləri qoymuşam ki, mən sənədləri də təqdim etməyə hazıram. Həmkarların qərarı qeyri-qanuni verilib. Mən işdə olmayanda həmkarlar qərar çıxardı. Necə ola bilər o? Sizin xəbəriniz olmadan. Yox, mənim xəbərim olmayıb, həmkarların iclası keçirilir, mənim haqqımda qərar çıxardı. Bu qanunun əmək məcəlləsində ciddi pozulmasıdır. Və gülməlidir. Və gülməlidir və buna görə də bütün işdən çıxarılma ləğv olunur. Hakim bunu baxmır, ümumiyyətlə təsvir eləmir məhkəmə qərarında. Biz əlbəttə ki, apellyasiya şikayətinə hazırlaşırıq, amma çox xahiş eləyirəm, media vasitəsilə işıqlandırın bunları. Bəsdir artıq, biz qanun da var, işləmir amma qanun. İşləmir qanun. Mən gəlib əmək müfəttişindən özüm şəxsən dedim ki, siz bir şey eləməsəz, mən düşünəcəm ki, Azərbaycanda qanunlar işləmir. Dedi, yox, işləyir qanunlar, biz sizə bunu inşallah sübut edəcək. Gözləyirəm, səbirsizliklə gözləyirəm inşallah. Hələ də sübut olunmayıb amma sizə. Xeyr, hələ bərpa olunmamışam işə. Və o mərkəzdə vəziyyəti düzəltmək üçün hansı islahatlar olmalıdır? Nə etmək lazımdır ki, belə gülməli, acınacaqlı vəziyyət olmasın? Birinci növbədə yenə də qayıdıram cənab prezidentimizin uzaq görən siyasətinə. Birinci yüksəliş müsabiqəsi. Görürsünüzmü? Yüksəliş müsabiqəsində nə üçün o müsabiqəni elan edib? Həm belə deyək, məmuru yetişdirmə üzrə bir konkursdur. Məmuru yetişdirmə üzrə. Yəni məmur necə olmalıdır? Əslində məmur xalqın qulluqçusudur. Bilirsiniz də bunu. Xalqın qulluqçusudur. Yəni dövlətin nümayəndəsidir və xalqa qulluq edən bir şəxsdir. Bunu etik kodeksi olmalıdır. Bunun işləmə qaydası, yentiyə yol verməməlidir. Belə işçiləri, cavan kadrları, sağlam kadrları cəlb eləmək lazımdır birinci növbədə işə. Gələn ancaq bu Mətanət xanım deyir, Rusiyada qutarıb, professor alıb. Vallahi mən yaraşdırmıram professora belə hərəkətlər. Siz yaraşdırırsınızmı? Mən birinci dəfə də belə şeylər görürəm. Yəni müxtəlif rəhbərlərin altında çalışmışam da. Gör neçə ildir? 22 il az staj deyil. 22 il işləyən adam necə ola bilər ki, heç bir şikayət olunmayıb, portfolyosu tərtəmiz. Ən gülməlisi bilirsiniz nədir özdə? Mənə töhmət veriləndən sonra mənə mükafat verilir. Mükafat da bilirsiniz ki, töhməti ləğv eləyir. Qanun əmək məcəlləsində bu qeyd olunub. Ondan sonra məni işdən çıxardılar. Yəni mən bilmirəm. Həmin qurum tərəfindən. Bəli, həmin qurum tərəfindən. Hal-hazırda vəziyyət necədir? Bəs maraqlanırsınızmı orada? Yəni həkimlər siz çıxandan sonra Ramil doktor xəstə düşüb, hal-hazırda xəstəxanadadır. Onu da mən eyni bilirsiniz, bizim sinir sistemimiz ona hazırlanmayıb axı. Biz həkimik. Biz orada ali qurumda çalışırıq. Bir var ki, acildə işləyən həkim hər gün üzləşirdi o ağır şeylərlə. Biz axı yenə də deyirəm, o rengen həkimidir. Orada başını salıb işini işləyən adamdır. Və Mətanət xanım deyir ki, bu qədər bonus alıb. Və demir ki, aldığı bonus onun 10%-idir. 8-5-10% olur da. Qalanları Mətanət xanım. Qalanları özdə məziyə yatırdı, sənin gəlirindir. Bunu niyə səsləndirmirsən? Əgər o 5000 bonus almışdısa, sən 50.000 almısan bonus. Sığortanın müdürü bizə belə bir şeylər təklif eləyir ki,
Və dedim sizə, məhkəməyə yanlış sənədlər təqdim edirlər. Güya Mərziyə xanım aşırı dərəcədə bonuslar alıb. O rəqəmlər heç biri doğru deyil. Yəni onun ora göndərdiyi, inşallah ki, bu audit yoxlama, prokuratura yoxlaması nəticəsində ortaya bir şey çıxsın. Lakin o məbləğlər ki, mənim bu adıma yazıblar, özdə sənədin bir şeyi də yoxdur. Rəhbərin möhürü, imzası. Yalnız sığorta müdürünün imzası var ki, sənədlərin başında tarix yazmırlar, aşağısında şey yazmırlar. Mənim imzam ki, mən qəbul etdim, götürdüm. Belə şeylər yoxdur orada. Bəli, son olaraq mən soruşmaq istəyirəm, yenə də dilə gətirin. Sizin tələbiniz nədir, istəyiniz nədir? Mən yenə də bütün qurumlarda olanda da bildirdim ki, mediasiya zaten müraciətimdə də, hətta direktorun yanına ayrıca da getmişdim ki, nə olub, yenə də bizim vəzifəmiz odur ki, məsələni konfliktsiz həll eləyək. Mən yenə də yaxınlaşıb demişdim hər qurumda ki, bir pozuntu varsa mənim tərəfimdən, onu çıxardın, qoyun üzə. Əgər varsa, siz tapa bilməsəz, yəni məhkəməyə gedə-gedə də yenə də öz səhvlərini düzəldə bilərlər. Məni yenə də işə bərpa edə bilərlər, təzminatımı da ödəyə bilərlər və bu ilə də məsələmiz bağlana bilər. Eyni qaydada da Ramil doktora aparılan o şeylər, yəni ziyanın yarısından da qayıtmaq düzdür, necə deyə, faydalıdır. Yenə də gözləntim var bu sahədə. Cənab Prezidentə də müraciətlərimdə onu bildirmişəm ki, yenə də məhkəmə uzun çəkə bilər. Yəni mən göz eləyirəm, vuruşuram məhkəmələrdə, amma məhkəmənin özündə də problemlər var. Yəni biz tələblər qoymuşuq ki, məhkəmə sisteminə nəzarət olunsun. Hakim özünün mülahisəsi ilə kiminsə həyatını yıxmalı deyil. Məhkəmədə nə problemlər gördünüz? Məhkəmədə hakim ümumiyyətlə verilən sənədi qiymətləndirmir. Ən vacib sənəd odur ki, həmkarların sənədini saxtalaşdırıblar. Yəni həmkarlar iclası Mərziyə Məmmədova işdə olmayan müddətdə həmkarlar odur ki, mən orada iştirak etməliyəm, özümü belə deyək savunmalıyam. Bu mən olmadan iclas keçirilir. Ümumiyyətlə iclasın həmkarların protokolunda, qərarın protokolunda heç imzalar yoxdur, kimlər iştirak edib, ad soyadları yoxdur. Öz başlarına iclas. Bəli, 3 nəfər səs verdi, 5 nəfər səs vermədi. Adları yoxdur, kimlərdir üzvlər. Belə bir şey ola bilərmi? Saxta bir qərara hakim münasibət bildirmir. Hakim münasibət bildirir ki, mən heç bir pozuntu görmədim. Həqiqətən dəhşətli. Bu rahatlığın kökündə nə var sizcə? Bu qədər qanunsuz cəzasızlıq. Cəza olmalıdır. Cəza sistemi tətbiq edilməlidir, edilir. Amma yenə deyirəm, əgər əmək müfəttişliyi bir qurum olaraq deyir ki, mən ancaq sənədlə işləyirəm, sənədi mənə verməsə mən işini eləyə bilmirəm, ləğv olunsun da o qurum. Mən açıq deyirəm, o qurum nəyə lazımdır ki, əgər o sənəd pozulan elə bir mən işə götürənəm, oturmuşam, vermirəm sizə sənəd. Siz sənədi əmək müfəttişinə təqdim eləmisiniz axı? Bəli, hamısını təqdim edir. Deyir, 2000 cərimə verdim, 3000, 3 milyon qazanmağın yanında 2000, 3000 nədir ki? Verəcək, deyəcək ki, haçansa verərəm də sənəd və ya vermərəm. Bəli, belə düşünür də. Bunlar da oturub gözləyirlər ki, sənəd versin. Axı, mən sənəddən baxıram, mən də bu məcəllədə belə yazılıb, inzibati xətalarla hərəkət eləyə bilmirəm. Elə şey mi var? Belə qanun olar. Ona görə ləğv olunsun da qurum əgər elə bilmirsə və yaxud qurumun səlahiyyətləri artırılsın. Prokuratura mənə deyir ki, mən cinayət məcəlləsinə baxmıram. Prokuratura sizə deyir ki, cinayət məcəlləsinə baxmıram. Bəli, mənə prokuror əmək müfəttişliyi deyir ki, ixtiyarım yoxdur. Bəli. Təbib nə deyir? Təbib ümumiyyətlə deyir ki, bizim qurumda işləmir Mərziyə. Səhiyyə Nazirliyi? Səhiyyə Naziri deyir ki, məhkəmədə düşün, mən qarışa bilmərəm. Heç bir qurumdan kömək nəticə ala bilmirsiniz? Hələ yoxdur. İndi həmkarlardan gözləyirəm ki, bəlkə o yanlış qərar ləğv olunsun. Yenə də deyirəm, gözləyirəm. Orada çünki pozuntular var hamısında. İnşallah ki, yaxşı nəticələnər. Səbirli olun deyirik. Başqa əlimizdən bir şey gəlmir. Belə hörmətli tamaşaçılar, bizim bugünkü qonağımız Həkim Postunun bugünkü qonağı nevroloq Mərziyə Məmmədova idi. Gələn görüşlərə dək.